Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı tənqid hədəfi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsini parodiya edib. Ölkəz xəbər verir ki, sənətçi icra məmurunun meyvələri maşına yüklədiyi anları səhnələşdirib. Videonun sonunda isə ifaçının satıcının əlindən aldığı alma ilə özünə evdə meyvə şirəsi hazırlaması öz əksini tapıb. Rəhmətli atam mənə hər zaman deyərdi ki, çalış zalımın zalımı ol, fağırın zalımı yox. Allah göydən baxır deyə o söyləyib. O həmçinin videonun şərh bölməsində bir neçə ürək sözünü yazıb. Bu həyatda hər şey vəzifə də, şöhrət də, pul da, var-dövlət də müvəqqətidir. Həyatın sonu deyilən ölüm var. Peşəsindən asılı olmayaraq onu hamı dadacaq. Allah əlacsız olanlara kömək olsun. Amin. Qeyd edək ki, reyd videoları ilə tənqidlərin hədəfinə çevrilən məmurun Sumqayıt Şəhər İcra Hakimiyyətinin istehsal və xidmət sahələri sektorunda baş məsləhətçi Samir Bədəlov olduğu deyilir. O, bundan əvvəl də dəfələrlə reydlər zamanı küçə ticarəti ilə məşğul olan şəxslərə kobud davranıb. Sonuncu reyd zamanı isə onun satıcıdan səkiyə yerləşdirilən almaları maşına yükləməsini istəmişdi. Bədəlovun səki piyadalar üçündür. Burada satırsansa almalar sənin deyil deməsi məhsulların müsadirə edilməsi kimi şərh edilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti isə məhsullarının yarmarkaya aparmaq üçün götürüldüyünü açıqlayıb və yayılan iddiaları təkzib edib.